Marketdən bazarlıq eləmişəm. Toyuğu kassir xanım aldı elimdən, çıxdı getdi. Mən də biraz səbirsiz olmuşam axır zamanlar. 3 dəqiqə, 5 dəqiqə gözləyəndən sonra mən demagog adamam, haqqımı tələb eləyənəm. İstəyir bir zərrə boyda olsun, istəyir bir ünvan olsun. Düzdür, elə skandal eləmədim ki, xanımdır. Onu axtardım da, səsimi ucaltdım ki, bəs müştərini bu qədər gözlətməzlər axı. Görəm xanım yaxınlaşır mənə, deyir ki, müəllim, mən bu toyuqdan iyi hiss elədim və düşündüm ki, məsləhət deyil, bu səhvən vitrinə çıxarılıb. Allah ürəyincə versin, kimsənsə, indi dükanın adını desəm pis olar, düz çıxmaz, xanıma da bəlkə söz gələr. Gərək mümkün qədər çalışaq ki, səbirli olaq. Bu qədər.